Dostam deyənə hələ hər nə gəldi danışa bilmərəm. Hərdə olmalı dost arasında. Hər şey gedib gəlib danışmaq lazım deyil ki. Musa ibn Cəfər 7-ci imamımız buyurdu: "La tuzhib el-xişmə beynəkə və beynə əxik." Bir nəfər sahabə idi. Dedi, çalış öz qardaşınla öz aranda, dostunla öz aranda o utanc hissi ki var ha, onu aşıb insan bəzi şeyləri danışır, onları danışmır. Bəzi şeylər saxlayır. Niyə? Dedi, onun getməsi həya hissinin getməsinə səbəb olacaq. Hətta dost seçimində bilsən bizə nə deyiblər? Dost seçimində. Kimdən dostluq eləyək? İffətli, həyalı insanlarla. İmam Sadiq əleyhissalam buyurur, bir nəfərlə dostluq eləmək istəyən, gördün sənə qarşı qəzəbləndi. 1, 2, 3 qəzəbləndi. Amma o qəzəb səbəb olmadı ki, ağzından iffətsiz kəlmələr çıxsın. 3 dəfə qəzəbləndi, iffətsiz kəlmə çıxmadı ağzından. İmam Sadiq buyurur ki, bu insan çox həyalı insandır, bununla dostluq eləməyə dəyər. Dost seçimi də bundan keçir. Görürsən, ağzından iffətsiz kəlmə çıxmır bu insanın. Bu insanla oturdur eləmək olar. Bu insan bərəkətli insandır.